Göyçay rayon İcra Hakimiyyətinin tapşırıq və göstərişinə əsasən Şəhər Təsərrüfat Birliyi tərəfindən rayonun prospekt və küçələrinə dekorativ güllərin əkilməsi və yaşıllıqların salınması davam etdirilsə də, rayonun bəzi məsuliyyətsiz sakinləri tərəfindən yaşıllıqlar məhv edilir. Dəfələrlə media və sosial şəbəkələr vasitəsilə çağırış etməyimizə baxmayaraq xoşagəlməz analoji hadisə yenidən yaşanıb. Belə ki, etdiyi hərəkəti utanç verici hesab etsək də adını çəkmədiyimiz şəxs xırdabuynuzlu heyvanların rayonun Heydər Əliyev prospektinə piyadalar üçün nəzərdə tutulmuş səkilərin kənarına əkilən müxtəlif növ ağaclar olan ərazidə otararaq yaşıllığı məhv edib. Artıq məsələ ilə bağlı həmin şəxsə qarşı müvafiq ölçü götürülməsi üçün Göyçay rayon polis şöbəsinə müraciət olunub. Rayonda əkilən müxtəlif növ ağaclara qənim kəsilən bu kimi şəxslərə bildirmək istəyirik ki, ekologiyanı qorumaq üçün hər birimiz ətrafımızdan və evimizdən başlamalıyıq. Qeyd edək ki, bu cür mənzərə digər bir şəxs tərəfindən yenidən təkrarlanarsa, artıq həmin şəxsin adı, soyadı, ünvanı və fotosu ictimailəşdiriləcək. Səbuhi Eltonlu, Gülşən Muradova.